Salam, hər vaxtınız xeyir. Bu gün Azərbaycan əhalisi ilə bağlı testlərin izahlarını veririk. İlk olaraq birinci testlə başlayaq. Əhalinin seyrək məskunlaşdığı fiziki coğrafi rayonlar. Dediyimiz kimi, Respublikamızın ərazisində yüksək dağlıq hissələrdə və arid denudasyon, səhra iqlim tipi olan ərazilərdə əhali daha seyrək məskunlaşıb. Bu sualda Gəncə rayonunda əhali sıx məskunlaşıb, ona görə 1 olmaz. Samur Dəvəçidə əhali sıx məskunlaşıb. Günnüt Qapıcıqda əhali seyrəkdir. Arazboyunda əhali sıx məskunlaşıb. Ceyrançıl Acınahurda əhali seyrəkdir. Ona görə düzgün cavab birinci sualda olacaq Y variantı. İkinci sualda kənd əhalisinin daha sıx olduğu ərazilər. Respublikamızda kənd əhalisinin daha sıx olduğu ərazilərə Lənkəran ovalığını deyə bilərik, Qanı-Xəlicə vadisini deyə bilərik. Qarabağ vulkanik yaylasında əhali seyrəkdir, sıx deyil. Cənub-Şərqi Şirvan düzündə də əhali seyrəkdir. Ona görə ikinci sualda düzgün cavab A variantı olacaq. Dördüncü sual. Respublikamızda əhalinin 76% mütləq hündürlüyü 500 metrə qədər olan ərazilərdə məskunlaşmışdır. Ona görə 4-də düzgün cavab D variantı olacaq. 8-ci sual. Ən yüksək yaşayış məntəqələri hansı inzibati rayonlarındadır? Bu, Kəlbəcər və Quba rayonlarındadır. Kəlbəcərdə yuxarı Bağırsa, Qubada da Xınalıq kəndi ən yüksək də əhalinin məskunlaşdığı ərazilərimizdən hesab edilir. 13-cü suala baxaq. Deyir, Lənkəran iqtisadi rayonunda əhalinin sayı 2009-cu ildə 830 min nəfər, 2014-cü ildə 879.800 nəfər olmuşdur. Bu dövr ərzində orta illik artımı və artım faizini hesablayın. Gəlin ilk öncə orta illik artımı tapaq. Ümumi əhali sayından 2014-cü ilin əhalinin sayından, yəni 879.800 nəfərdən 830 mini çıxaq. Bu bizə verəcək 49.800 nəfər. Bu 49.800 nəfər 5 il ərzində əhalinin artımıdır. Bizdə isə orta illik artımı istədiyinə görə 1 il üçün taparıq. Yəni bunu bölərik 5-ə. Buradan da 5-ə böləndə 9, 45, yenə 9, buradan da yəni 45 çıxanda 3, 6 və 0. Yəni 9.960 nəfər olacaq. Yəni əhalinin orta illik artımı 9.960 nəfər olacaq. Ümumilik faiz nisbətinə baxsaq, yəni deyir ki, artım faizini tapın. Ümumi əhali, yəni 830.100% olacaq. Bu tip məsələləri hesablayarkən 9.960 nəfər isə x% olacaq. Yəni taparıq ki, belə deyək, 1 il ərzində artım faizi nə qədərdir? Buradan da 9.960-ı 100-ə vurub 830 minə böləndə bu 1,2% eləyəcək. Yəni düzgün cavabımız olacaq A variantı. 19-cu sual. Respublikamızın əhalisi üçün səciyyəvi olmayan əlamət. Yüksək dağ rayonlarında məskunlaşma zəifdir. Bu doğru. Əksər hissəsi Hind-Avropa dil ailəsinə mənsubdur. Xeyr, Respublikamızın əksər hissəsi Altay dil ailəsidir. Hind-Avropa dil ailəsində bizdə Talışlar, Kürdlər, Tatlar olsa da əsas Altay dil ailəsidir. Ona görə B variantı yanlışdır. Çox millətli doğrudur. Şəhər əhalisinin xüsusi çəkisi kənd əhalisinə nisbətən çoxdur. Bəli, 53%-dən yuxarıdır. Qadınların xüsusi çəkisi kişilərə nisbətdə çoxdur. Bəli, qadınlar 50,9% təşkil edir. Ona görə bu da doğrudur. Düzgün, yanlış olan B variantı olacaq. Daha sonra 21-ci sual. Əhalinin seyrək məskunlaşdığı ərazilər Qarabağ düzündə seyrək deyil, sıxdır. Gəncə Qazax sıxdır. Naxçıvanda düzənliyində sıxdır. Kürarac ovalığında əhali sıxdır. Qobustanda seyrəkdir. Abşeron yarımadasında sıx. Abşeron yarımadasında əhali sıx. Quba Xaçmazda sıxdır. Lənkəran daha sıxdır. Dağlıq Şirvanda əhali çox da, yəni ortadır. Lənkəranda sıxdır. Qarabağ düzündə sıx. Qarabağ vulkanik yaylasında seyrək, Qobustanda seyrək, Ceyrançıl Acınahurda seyrək. Ona görə 21-ci sualda düzgün cavab olacaq Y variantı. 22-ci sual. Hansı inzibati rayonlarda əhalinin milli tərkibi daha rəngarəngdir? Biz iqtisadi rayonlar olaraq Şəki Zaqatala, Quba Xaçmaz, Lənkəran Astara,
Bakı iqtisadi rayonlarını dedik ki, bunlarda və bir də Şərqi Zəngəzur iqtisadi rayonları ki, bunlarda əhali milli tərkibi daha rəngarəngdir. Yəni müxtəlif xalqlar yaşayır. Ona görə burada Zaqatalanı götürə bilərik. Şəki Zaqatalaya aiddir. Bir doğrudur. Culfa Naxçıvana aiddir. Naxçıvan dedik ki, əsasən yek cinsdir, ona görə 2 yanlış. Salyan Şirvan Salyana aiddir, o da yek cinsdir. 3 də yanlışdır. Kürdəmir Mərkəzi Aran yek cinsdir, yanlışdır. Qax Şəki Zaqatala iqtisadi rayonuna aiddir, yəni rəngarəngdir, milli tərkibi çox millətlidir. Quba da ki, Quba Xaçmazdır, o da çox millətlidir. Ona görə düzgün cavab olacaq Y variantı 1, 5, 6. 25-ci sualda da xəritə sıxılmasının etnik müxtəlifliyi ilə seçilən inzibati rayonlar, yəni başqa xalqların yaşadığı inzibati rayonlar. 2 Zaqataladır, olar. 1 olmaz, Tovuz rayonudur. Tovuz rayonu dediyimiz kimi yek cinsdir. 3 Qubadır, olar. 4 yanlışdır, Mərkəzi Arandadır. 5 də ki, olmaz. Ona görə düzgün cavabımız olacaq 2, 3, cavab B variantı. 26-cı sual. Xəritə sıxılmasının əhalisi daha az olan inzibati rayonu müəyyən edin. Burada 1 rəqəmi ilə göstərilən rayon Daşkəsən rayonudur. 2 rəqəmi ilə göstərilən rayon Zəngilan, 5 rəqəmi ilə göstərilən rayon Yardımlı, 3 rəqəmi ilə göstərilən rayon Oğuz, 4 rəqəmi ilə göstərilən rayon da Xızı rayonudur və bunlar içərisində əhalisi daha az olan Xızı rayonudur. Ona görə düzgün cavab olacaq 26-cı sualda D variantı. 29-da xəritə sıxılmasından daha sıx məskunlaşmış inzibati rayonları müəyyən edin. Daha sıx məskunlaşmış inzibati rayonlara baxsaq, 1-də göstərilən rayon Şahbuz rayonudur. Şahbuz rayonu yüksək dağlıqda olduğuna görə olmaz, 1 yanlışdır. 2 Daşkəsən rayonudur, o da yüksək dağlıq ərazilərdə yerləşdiyi üçün o da olmaz. 3-də göstərilən rayon Xaçmaz rayonudur, Samurda və Çobalığında yerləşir, ona görə olar. Sonra 4-dəki Xızı rayonudur. Xızı rayonunda sıx məskunlaşma yoxdur. Respublikamızda ən zəif, belə deyək, seyrək məskunlaşma Xızı rayonundadır. Ona görə 4 yanlışdır. 5 olar, Sabirabad rayonudur. 6 da ki, Cəlilabad rayonudur. Burada da əhali sıx məskunlaşır. Buna görə düzgün cavab 29-da B variantı olacaq. 32-ci sual. Respublikamızın əhalisi üçün səciyyəvi olmayan əlamət. Ən sıx məskunlaşmış region Abşeron yarımadası. Bu doğru fikirdir. Əhalinin cins tərkibində kişilər üstünlük təşkil edir. Bu yanlışdır. Respublikamızda əhalinin cins tərkibində qadınlar daha üstünlük təşkil edir. Ona görə B yanlışdır. Əhalinin yarıdan çoxu əmək qabiliyyətlilər təşkil edir. Bu doğrudur. İkinci Dünya müharibəsi dövründə cəbhələrdə 300 min nəfər Azərbaycanlı həlak olmuşdur. Bu da doğrudur. Ruslar Azərbaycana 19-cu əsrin ikinci yarısında, ermənilər isə 1828-ci ildən kütləvi şəkildə köçürülmüşdür. Bu da doğru fikirdir. Ona görə düzgün yanlış olan B variantı olacaq. 36-cı suala baxsaq, xəritə sıxılmasından əhalinin ən seyrək məskunlaşdığı əraziləri müəyyən edin. 1 olar, Ceyrançöldür. Yəni 1 doğrudur. Daha sonra 2 olmaz, Lənkəran ovalığı sıxdır. 2 yanlışdır. 3 Samur dəvəçi sıxdır. 4 olar, Qobustandır, yəni seyrəkdir. 5 sıx olar, amma 6 Qarabağ vulkanik ailəsi seyrək olacaq. Ona görə düzgün cavab olacaq B variantı 1, 4, 6. Daha sonra 38-ci sual. Əhalinin milli tərkibində yekcinsliyi ilə seçilən inzibati rayonlar. 2 olmaz, 1 olar, Qazax rayonudur. Qazax Tovuz yekcinsdir, ona görə 1 olar. 2 yanlışdır. Çünki Balakən rayonu Şəki-Zaqatala iqtisadi rayonuna aiddir və həmin Şəki-Zaqatala iqtisadi rayonu etnik tərkibinə görə müxtəlifliyi ilə seçilir. 3 olmaz, 3 də Qəbələ Şəki-Zaqatala aiddir, ona görə 3 də olmaz. 4 Quba Xaçmazda, Xaçmaz rayonudur, olmaz. 5 olar, 5 doğrudur. 6 da Neftçala rayonudur, bu da doğrudur. Yəni, əsasən milli tərkibi yekcinsdir. 1, 5, 6, 38-ci sualda düzgün cavab olacaq B variantı. 40-cı sual. Respublikamızda əhalinin sıxlığının regionlar üzrə müxtəlifliyinin başlıca səbəbləri. Təbii şəraitin müxtəlifliyi, əlbəttə ki, bu əhalinin sıx və yaxud seyrək məskunlaşmasına
ciddi təsir edir. Torpaqların məhsuldarlığının müxtəlif olması, bu da olar. Təbii artımın azalması. Bunun əhalinin sıx və yaxud seyrək olmasına, yəni sıxlığının regionlar üzrə müxtəlifliyinə təsiri yoxdur. Ona görə 3 yanlışdır. Əhalinin daxili miqrasiyası bu olar. Çünki əksəriyyət məsələn Abşeron yarımadasına köçür, ona görə orada da əhali daha sıxdır. Əhalinin cins tərkibində qadınların nisbətinin artması bunun aidiyyatı yoxdur. Aşağı yaş qrupunun nisbətinin azalması bunun da aidiyyatı yoxdur. Ona görə düzgün cavab olacaq 1, 2, 4, yəni A variantı. Qırx yeddinci sual. Uyğunluğu müəyyən edin. Altay dil ailəsi, Hind-Avropa dil ailəsi və Şimali Qafqaz dil ailəsi. Talışlar Hind-Avropa dil ailəsinin İran dil qrupuna aiddir. Ahıska türkləri Altay dil ailəsinə aiddir. Avarlar Şimali Qafqaz Naxdağıstan dil qrupundadırlar. Kürdlər Altay dil ailəsidir. Hind-Avropa dil ailəsi İran dil qrupudur. Və ən sonda da ləzgilər, onlar da Şimali Qafqaz Naxdağıstan qrupudur. Ona görə 1-ə B, 2-yə A-D, 3-ə C-yə, yəni Y variantı düzgün cavabımız olacaq. 48-ci sual. Xəritə sxema əsasında işarələnmiş inzibati rayonlarını birləşdirən ortaq xüsusiyyət. Burada inzibati rayonlardan Yardımlı, Cəlilabad və Biləsuvar inzibati rayonlarıdır və bir də həmçinin Qobustan inzibati rayonunu deyə bilərik ki, yəni bu inzibati rayonlar, bu 4 inzibati rayon əhalinin təbii artımı yüksəkdir. Ona görə düzgün cavab, yəni ən yüksək təbii artımın olduğu inzibati rayonlardır. Düzgün cavab A variantı olacaq. Daha sonra 52-ci sual. Xəritə sxemasından işarələnmiş inzibati rayonları birləşdirən ortaq xüsusiyyət. Burada Siyəzən, Şabran və Quba rayonları işarələnib. Etnik tatlar məskunlaşmışdır. Bu doğrudur. Yəni A variantı doğrudur. Düzən relyefdir. Quba üçün düzən relyef səciyyəvi deyil. Əhalinin orta sıxlığı Orta Respublika göstəricisindən yüksəkdir. Xeyr, bu yanlışdır əlbəttə ki. Əhalinin isə 100 min nəfərdən çoxdur. Xeyr, bu Siyəzən üçün yanlışdır. Milli tərkibi yekcinsliyi ilə seçilir. Xeyr, burada çox millətli, yəni müxtəlif xalqlar, millətlər yaşayır. Ona görə Y də yanlışdır. Düzgün cavab ilə A variantı olacaq. Əlli doqquzuncu sual. Respublikamızda əhalinin hər 1000 nəfərə düşən təbii artımı 2019-cu il daha az olduğu 3 inzibati rayonu seçin. Buradan yəni biz Biləsuvar, Yardımlı və Qobustan rayonlarında təbii artım ən yüksək olan rayonlardır. Həmçinin bunlara Cəlilabad rayonunu da aid edə bilərik ki, təbii artım ən yüksəkdir. Ona görə burada ən aşağı deyirsə, biz İsmayıllı, Qusar və Balakən rayonlarını götürə bilərik. Yəni 59-cu sualda düzgün cavabımız olacaq 1, 2 və 6. 60-cı sualda əhalinin sayı 100 min nəfərdən az olan inzibati rayonları seçin. Burada bir inzibati rayonu əhalinin sayı 100 min nəfərdən azdır. Ona görə 1-i götürərik. Amma 2 daha böyükdür. Şəki rayonu əhalisinin sayı 100 min nəfərdən çoxdur. Ona görə 2 olmaz. 3 götürürlər. İnzibati rayon 100 min nəfərdən azdır. 4-də Xızı rayonudur. Əlbəttə ki 100 min nəfərdən azdır. Ona görə Xızını da götürərik. 5 Salyan inzibati rayonudur. 100 min nəfərdən çoxdur. Masallı 6-da göstərilən rayon. O da 100 min nəfərdən yuxarıdır. Ona görə onu da götürməliyik. Düzgün cavabımız olacaq 1, 3 və 4. 67-ci suala baxaq. Azərbaycan əhalisinə aid olan doğru fikirləri müəyyən edin. Urbanizasiya səviyyəsi 50%-dən aşağıdır. Xeyr, 50%-dən yüksəkdir. Kişilərin orta ömür müddəti qadınların orta ömür müddətindən daha çoxdur. Əlbəttə ki, yanlışdır. Qadınların orta ömür müddəti daha yüksəkdir. Yeni doğulan uşaqlar arasında oğlan uşaqları üstün təşkil edir. Doğrudur. Demoqrafik keçidin 1-ci mərhələsində deyilik. Hal-hazırda Azərbaycan 3-cü və 4-cü mərhələsinin keçidindədir. Yəni artıq 4-cü mərhələyə keçmiş ölkə hesab edilir. Əksəriyyəti Altay dil ailəsinə mənsubdur. Bəli, doğrudur.
türk dili qrupuna. Ən az sıxlıq orta və yüksək dağlıq ərazilərdə, həmçinin çox isti və quraq iqlimə görə seçilən bəzi quraq ərazilərdədir. Ən az sıxlıq, bu da doğrudur. Düzgün cavab 67-ci sualda olacaq. 3, 5, 6. Uzunömürlülərin sayına görə fərqlənən inzibati rayonlar, əlbəttə ki, Cənub bölgəsinin rayonlarını götürə bilərik. Yəni 3 və 4 yardımlı və Lerik, həmçinin bunlara Astara, Lənkəran inzibati rayonlarını da aid edə bilərik. 69-cu sualda Azərbaycanın Qafqaz dili ailəsinə mənsub olan xalqları, Qafqaz dili ailəsinə tatları götürə bilmərik. Tatlar Hind-Avropa dil ailəsidir. Saxurlar olar, Ləzgilər olar, Talışlar Hind-Avropa, Udilər olar, Kürdlər Hind-Avropa, Xınalıqlar olar, Dağ Yəhudiləri olmaz. Ona görə düzgün cavab olacaq 2, 3, 5 və 7. Əhalinin sayının artmasına görə şəhərləri sıralayın, yəni ən azdan ən çoxa doğru. Burada ən az Şirvan şəhəridir. Daha sonra Naxçıvan, daha sonra Mingəçevir, daha sonra Xırdalan, sonra Gəncə, Sumqayıt və ən axırda da Bakı gələcək. Yəni burada Bakı yoxdur. Ona görə artma ardıcıllığı 6, 5, 2, 4, 3 və 1 olacaq.